Mən nə yeyirəm? Kabab yeyirəm. Harda? 9-cu mikrorayon Altın Tepsi restoranında. Fəqan bəy. Bir dənə uşaqlara denəndə burada setdə nələr var? Bir dənə video çəkmişik, bir dənə də çəkək. Bizdə setdə maşallah demək olar ki, bütün kebab çeşidləri var. Fındıq lahmacunu var. Çiğ köftə də var. Antrikot var. Toyuq şiş var, toyuq qanad var, ət köftə var, toyuq köftə var. Sezar salatı var, ayran var. Turşa sartı var. Bunların hamısı 60 var. 64 manat 90 qəpik. Bir dənə turşudan oradan olar, bir dənə. Yox, vermə, belə, baba, belə. Uşaqlar. Qoyun belə tutun, startasız. Bu da hərcidir. Hələ puf çörəyi də var, qardaş. 215, 65, 16, 4 dənə təzə təkərlə dəyişirəm bu dostumu. Mənim qardaşım zarafat edirəm. Bir dənə buna baxın. O mənə bir dənə zapaska ilə dəyişir. Amma bu nədir belə? Ciyər, qırmızı soğan. Vay. Uşaqlar bir dənə buna baxın. Video uzun olacaq amma baxın. Mənim kimi ayran süzər. Ayrana bax sən. Uşaqlar incimliyimi də və kino çəkəcəm. Mən bu kebabları necə yiyib bitirəcəm, mən hələ bilmirəm. Bax. Antrikot. Ünvan 9-cu mikrorayon Altın Tepsi restoranı. Sumqayıt şəhəri 9-cu mikrorayon Altın Tepsi restoranı. 64 manat 90 qəpik kebab seti. Gəlin, yararlanın. Mütləq şəkildə. Uşaqlar, peşman olmayacaqsınız. Bundan əmin ola bilərsiniz. Ailəvi məkan, gözəl məkan. Çox böyük bir yerdir. İndi qonaqlarımız var, çəkə bilmirəm zalı. Amma biraz yarısını çəkə bilərəm. Bir dənə baxın. Gözümüzün qarşısında kebablar burada mangalda pişir. Can görüm. Bax burada. Özünüz görəcəksiniz. Gəlin. Burada iki nəfər daha doğrusu administrator var, rəhbər var. Elə onların gülər üzü, xoş münasibəti nəyə desəz dəyər. Sonda nəsə demək istəyirsiniz Fəqan bəy, bax. Demək istəmişsiniz qonaqlara nə demək istəyirsiniz? Yox, nədir? Buyurun gəlin, dadlı ləzzətli. Laf real kimi deyir. Buyurun gəlin. Unudulmayacaq bir daddır da belə deyim. Bunu yaşamaq lazımdır valla. Bəli. Sən nə deməksən qonaqlara? Öpürəm hamınızı. Maçı.